Hər vaxtınız xeyir. Bu Qusar tərəfə, Ləzgi kəndlərinə, Qusarın özünə gələnlər, qonaq gələnlər buranın ən məşhur yeməyi olan tıkanı bilirlər. Mən də bilirəm, yemişəm. Bir dəfə Bakıda yemişəm, bir dəfə Tahircalıda yemişəm, Hindi Həzrədə. Amma bizdə bir məsələ var ki, bizim mətbəximiz modern mətbəxdir deyə. Yəni kənd mətbəxi deyil, nə olsun kənddədir, amma yəni modern mətbəxdir. Ailəmiz də modern ailədir. Ona görə biz mətbəxdə də olsa onu hazırlamağın göstərək. Kartoşka, soğan, çəkilmiş ət, yağ, un, su və buz. İndi xəmirimiz yoğrulur. Boş xəmir. Mayasız, droşsuz, yağsız, heç nəsiz. Duz, un və su. Başqa heç nə gərək yoxdur. Xəmir açılır. Gəlməyin gözləmirik. Xəmiri açırıq. Üzərinə yağ əlavə olunur. Bu formada da bükülür. Sonra da büküləndən sonra da uzununa bir büküldü. Sonra büküldü, buruldu, qoyuldu burada. Doğranılan kartoşka, soğan, duz istiyor, bir də çəkilmiş ət. Hamısı səliqəli formada qarışdırılır. Qış olduğuna görə kənddir. Göy-göyərti elə çox tapılmır. Yaşıl soğan və s. tapılmır. Ama biraz da yağ qatdıq bu arada içliyə. Birinci xəmir yağlı idi. Yağladıq, sonra bükdük uzununa, sonra bir də belə 4 küncünə qatdaladıq, sonra üstündən bastıq, yenə yaydıq. Amma bu artıq yağsız xəmirdir. Bu ortasına qoymaq üçündür. O altıdır, düzdürmü? Altıdır, bu ortasına. Üstü də olacaq. Yoxsa bu üstüdür? Bu üstüdür. Bu üstüdür. Böyük yağlı xəmirin üstünə bunu yığdıq qəşəng-qəşəng ortasına. Hamısını eyni yerə. Onların hamısı bir dənəyə bəs eləyəcək. Belə bol-bol yığırsınız elə. Saxladıq. Ola bilsin ikincini də elədik. Balaca xəmiri də üstünə qoyduq. Yağsız olan xəmiri. Boş fətir kimi. Sonra da bükürük ağzını. Bu formada. Bax, bunu belə bir gözəl formada hazırladıq. İndi bu gedəcək böyük tavaya. Pişik də dayanmır ha. Duman, sən nə istəyirsən? Qapını açdı. Yox, qapını açamıram. Çöldə hündüşka var. Gedib yeyərsən onu. İndi qızan tavaya yağımızı əlavə elədik. Bunu da buradan gətirdik. Düz tava boyu yerləşdirdik. Bir az böyük olub tavadan. O da day həyəcandan oldu. Olan şey. Fürsətdən istifadə edeyim, açma ağzını. Loja qızarmağa doğru gedir. Üstünü aşağısına çevirmişik, eləmi? Sonra da tərsinə çevirəcəyik. Hazır vəziyyəti. Hazırı da budur. Bunu da necə kəsirik, pizza kimi. Göz haqqınızı halal eləyin. Eləməsəniz də özünüz bilərsiniz. Bu da bunun içərisi. Tam bişmiş vəziyyətdə. Bu da məşhur tıkan. Bu qədər.